Hər vaxtınız xeyir, keçmişə nəzərən rubrikamızın əziz izləyiciləri. Bugün mən sizə Azərbaycan kinosunun maraqlı, eyni zamanda da qalmaqallı bir əsəri olan Şahmar Ələkbərovun Sahilsiz Gecə filmi haqqında danışmaq istəyirəm. Bu filmin çəkilməsi təsadüfi deyil. O öz mövzusu ilə cəmiyyətdə dərin izlər qoymuşdu. Bu dövrlərdə ilk dəfə idi ki, bir filmdə repressiya mövzusu qaldırılırdı. Eyni zamanda da bir qadının bədənini maddi obyektə çevrilməsi mövzusu da gündəmə gətirilirdi. Həmin qadınların daxili aləmi, onların yaşadığı faciələr göz önünə çatdırılırdı. Amma burada əsas məqam o idi ki, rejissor o qadınları tənqid etmirdi. Onları izləyicilərin gözündən anlamağa, onların nələr yaşadığını bizə izah etməyə çalışırdı. Rolları o dövrün sevilən aktrisaları Nuriyə Əhmədova, Mehriban Xanlarova və Kəmalə Müzəffər və eyni zamanda da bu rolu öz yerli aktrisalarımızdan heç kəsin canlandırmaq istəmədiyi üçün Türkmenistanlı Oğuldurdi Məmməd Quliyeva canlandırmışdı. Filmin ssenarisi Elçinin Toyuğun oğurlanması povesti əsasında çəkilmişdi. Çəkiliş isə Moskvanın mərkəzi televiziyasının sifarişi ilə həyata keçirilmişdi. Lakin filmin ekranlara çıxması böyük səs-küyə səbəb oldu. O illər SSR hələ dağılmamışdı. Azərbaycanda isə milli azadlıq hərəkatı sürətlə güclənirdi. Belə bir zamanda filmin nümayişi demək olar ki, cəmiyyətdə partlayış effekti yaratdı. Xalqın bir hissəsi hesab edirdi ki, bu filmin çəkilişi milli mənəvi dəyərlərimizə uyğun deyil. Həmin vaxtlar bu filmə görə kinostudiyanın qarşısında etiraz aksiyaları keçirilirdi. Etiraz aksiyalarında isə qadınların sayı çoxluq təşkil edirdi. Sonralar isə məlum olur ki, bu etirazların, aksiyaların da altında ermənilərin rolu var idi. Əslində isə film qadınların müharibə dövründə yaşadığı çətinlikləri izləyicilərə göstərmək istəyirdi. Burada obrazlardan biri Dürdanədir. O digərlərinə nisbətən daha üsyankar xarakteri ilə seçilir. Buna görə də dəstədən ayrılaraq zavodda işləməyə başlayır. Ancaq burada Zibeydənin daha dərin bir faciəsi olduğuna şahid oluruq. Zibeydənin atası repressiya illərində sürgünə göndərilmişdi. Burada biz bir epizodun şahidi oluruq. Atasının taleyi faytonçuya deyilən bir cümlədə gizlənilir. Papağı neynirsən? Bundan sonra sənə papaq lazım olmayacaq. Bu ifadə əslində bir insanın, bir ailənin taleyinin məhv edilməsi demək idi. Zibeydə taleyini dəyişmək istəyirdi. Hətta onun sevdiyi bir oğlan da var idi. Onların həyətlərində oturub tar çalardı. Zibeydə də gizlincə onu dinləyərdi. O düşünürdü ki, onun tək bir çarəsi var, o da həmin bu oğlandı. Lakin taley elə gətirir ki, həmin oğlan da müharibədə həlak olur və bununla da Zibeydənin bütün ümidləri puç olur. Onun faciəsi təkcə bir qadının yox, eyni zamanda bütöv bir dövrün faciəsidir. Filmdə çox güclü bir simvolika ilə də rastlaşırıq. Məsələn, pəncərənin aralı qalması. Zibeydənin atası sürgünə aparılarkən həmin pəncərə aralanmışdı. Lakin heç kəs səsini çıxarmamışdı. Bu pərdə cəmiyyətin biganəliyinin, susqunluğunun simvoludur. Rejissor demək istəyirdi ki, kimsə haqsızlığa səsini çıxarsaydı, bəlkə də Zibeydə kimi minlərlə qadının həyatı, minlərlə insanın həyatı fərqli ola bilərdi. Cəmaatdan ayıbdır, bəsdir! Tüpürüm cəmaatın üzünə! 15 yaşında qız uşağını yorğan döşəklərinə salanda bəs bu cəmaat ayıb bilmirdi, hə? Cıngırımı da çıxara bilmirdim. Hara getsəydim, hara şikayət eləsəydim, kulaq qızıdı deyib ağzımdan vuracaqdılar. Bəs onda bu cəmaat ayıb deyildi. Bəs bu cəmaat ayıb bilmirdi. Üzərindən illər keçməsinə baxmayaraq, hələ də biz Sahilsiz Gecə filmini ekranlarda görə bilmirik. Halbuki bu film kinematoqrafçılarımızın cəsarətli nümunələrindən biri idi. Bütün edilən təzyiqlərə baxmayaraq, aktyorlar öz rollarından peşman olmadıqlarını bildiriblər. Hətta Mehriban Xanlarova da dəfələrlə qeyd edib ki, nə bu filmdə çəkildiyinə görə, nə də Şahmar Ələkbərovla işlədiyinə görə peşman deyil. Rejissor da xəstə olmasına baxmayaraq, bütün bu təzyiqlərə dayanaraq belə şeylər olur deyib keçirdi. Əziz izləyicilər, Sahilsiz Gecə filmi bizə göstərir ki, kino yalnız əyləncə üçün deyil, eyni zamanda da tarixin ağrılı səhifələrini açmaq, insanları düşündürmək üçün yaradılır. Bəli, illər ötüb keçir, amma bu filmin bizə ötürmək istədiyi mesaj dəyişmir. İnsan susduqca haqsızlıq daha geniş vüsət alır.
Və əgər biz başqalarına sussaq, bir gün o taleyi biz də yaşaya bilərik.